Gəldi çıxdıq dostlar, bizim yaşayış minimumumuzda. Bəli, bizim. Çünki bizim yaşayış minimumda dostlar. Deyirlər ki, yaşayış minimumu artırılacaq. Deyirlər. Nə qədər artırılacaq, onu demirlər. İndi onu mülahizə edirlər dostlar. Amma artırılacaqmı? Necə artırılacaq? Yəni yaşayış minimumu artırılırsa, qiymətlər necə müəyyənləşəcək və dəyişəcək? Bunu hələ bir kənara qoyuruq. Görək nə məsələdir dostlar? Orada deyir düyü, demir hansı düyü. Deyir kartof, demir hansı kartof. Deyir paltar, demir hansı paltar. Minimum. Yaşayış minimumu haqqında qanuna dəyişiklik edilir. Belə ki, Milli Məclisdə müzakirəsi başa çatan layihə plenar iclasa tövsiyə olunub. Qanun layihəsinə əsasən sosial sahədə çalışanlar üçün də qida normativləri təsdiqlənəcək. Millət vəkili Vüqar Bayramov bildirir ki, əvvəlki qanunvericilikdə bu sahə nəzərdə tutulmurdu və bu da həmin şəxslərin hüquqlarını tam təmin etmirdi. Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq. Nəzərə alsaq ki, mövcud qanunvericilik belə bir imkan yaratmadığı üçün sosial məsələlərdə çalışan vətəndaşlarımızın bu imkandan faydalanmasında çətinliklər vardı. Artıq dəyişikliklər praktik olaraq sosial məsələlərdə çalışanlar üçün də qida normaları müəyyənləşdirilməsi imkan verəcək. Bu da təbii ki, qanun edilən dəyişiklikdən sonra reallaşacaq və sözsüz bu daha çox xüsusən qida normaları müəyyənləşdirilməsi baxımından daha çox vətəndaşımızı əhatə edəcək. Bu da sözsüz vətəndaşlarımızın bu imkandan faydalanması baxımından vacibdir. Eyni zamanda 11 il əvvəl təsdiq edilən minimum istehlak səbətinin tərkibi bu il yenidən müəyyən ediləcək. Bu zaman son illər ərzində yaranan qiymət artımları və xərclər nəzərə alınacaq. Hazırda 285 manat səviyyəsində olan yaşayış minimumunun artırılması xüsusilə sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımız üçün vacibdir. Bu xüsusən də sosial yardım alan vətəndaşlarımızın sosial yardım məbləği baxımından əhəmiyyətlidir. Çünki ehtiyac meyarı artdıqca ünvanlı sosial yardımda yardım məbləği də artır. Ehtiyac meyarı təsir göstərən faktorlardan biri də məhz istehlak səbətinin tərkib edicisi də yaşayış minimumudur. Yaşayış minimumu vericisi də ehtiyac meyarı eyni zamanda təsdiq olunur. Ona görə də istehlak səbətinin yeni tərkibinə müəyyənləşməsi həm də yaşayış minimumunun növbəti dövrlərdə artırılması üçün imkanlar yaradır. Ona görə gözlənir ki, həm də yaşayış minimum məbləğinə təsir göstərəcək, yaşayış minimum məbləğində daha çox artımlara imkan verəcək. Beləliklə, yaşayış minimumu haqqında qanunda gözlənilən dəyişikliklər sosial sahədə çalışanların hüquqlarının qorunmasını gücləndirəcək. Turqan Əliyev, Ayşən Sərdar qızı, Xəbər Ertəsi.